Sual verirlər ki, bir hədisdə keçir ki, qiyamətə yaxın gələcəkdə elə bir dövr gələcək ki, sədəqə rədd ediləcək kasıblar tərəfindən. Yəni, sədəqə verməyə bir kimsə tapılmayacaq. Sədəqə vermək istədikdə kasıb deyəcək ki, dünən gəlsəydin, götürərdin, bu gün isə ehtiyacım yoxdur. Xahiş edirlər ki, buna izah gətirək. Axı, dünya tarixində hər zaman ehtiyaclı sahibləri, kasıblar, yoxsul təbəqə olub. Yəni, insanlar o qədər varlanacaq ki, ehtiyacları olmayacaq. Bu hədisdə nə qəsd olunur? Sualda qeyd olunan hədis qiyamətin əlamətlərini bildirən uzun bir hədisin bir hissəsidir. Və bu hədisdə qiyamətə yaxın baş verəcək böyük əlamətlər bildirilir. Bu əlamətlərdən Yəcuc və Məcuc tayfasının çıxması, Dəccalın çıxması, İsa əleyhissalamın enməsi və Dəccalı öldürməsi və sonra Uca Allah Yəcuc və Məcuc tayfalarını məhv edəcək və yer üzü onların cəsədləri ilə dolu olacaq. Və sonra hədisdə bildirilir ki, Uca Allah bir yağış endirəcək və bu yağış yer üzünü onların cəsədlərindən təmizləyəcək və yer üzü güzgü kimi olacaq. Və sonra Uca Allah yer üzünə bərəkətini çıxar buyuracaq və yer üzü də öz bərəkətini çıxaracaq, yəni məhsul bol olacaq, bərəkətli olacaq və hətta bəzi meyvələrin ölçüsü belə iri olacaq. Necə ki, həmin hədisdə bildirilir ki, bir narı bir dəstə insan yeyib doyacaq və hətta nar o qədər böyük olacaq ki, onun qabığının altında kölgələnəcəklər. Və hədisdə həmçinin bildirilir ki, bir dəvənin südü bir dəstə insana, bir inəyin südü bir qövmə, bir qəbiləyə və bir qoyunun südü isə bir ailəyə bəs edəcək. Və həmçində hədisin bəzi rəvayətlərində keçir ki, həmin dövrdə kasıblar da o qədər də ehtiyac içində olmayacaqlar. Onların səmimiliyindən və həmçində gözlərinin tox olmasından dolayı onlar artıq qəbul etməyəcəklər. Və bir kəs onlara, yəni əlavə sədəqə vermək istədikdə deyəcək ki, artıq götürmüşəm, biraz tez gəlsəydin səndən götürərdim. Yəni bu onu göstərir ki, həmin dövrdə olan birinci olan nemətlərin bərəkətindən irəli gəlir, həmçinin insanların səmimiliyi və həmçində dürüstlüyündən irəli gəlir. Bu səbəbdən də onlar artıq olanı qəbul etməyəcəklər.